qulaq asın, pəncərələri yoxlayın və nəfəsinizi tutun. Siz Azərbaycan estradasının ən böyük sirrini açacağım. Bütün dünya insanlar onun sirrini tapmağa çalışıblar, amma hər dəfə yoxa çıxıblar. Həqiqət açıq-aşkar göz qabağındadır, amma biz onu görmürük. Bu həqiqətləri yalnız bəzi görən gözlər bilir, ancaq onlar da susmağı seçirlər. İndi isə gəlin bu mahnıya birlikdə diqqətlə qulaq asaq. Görməyi bacaran gözlər üçün bu mahnıda həqiqətən böyük sirlər gizlənilib. Lalə rəngli yanaqlardan, bal süzülən dodaqlardan sizə salam gətirmişəm. Bəs bu mahnı nə deməkdir? Lalə rəng qırmızını bildirir. Bununla bərabər qan da qırmızını bildirir. Bu hələ də sizə bir şey demir. Bəs bal süzülən dodaqlar, bunlar isə qanın şirinliyini göstərən işarələrdir. Mahnının ən dəhşətli yeri isə sizə salam gətirmişəm hissəsidir. Bəs Bilal Əliyev bu salamı bizə hardan gətirib? Başqa bir reallıqdan, zamanın çatlaqlarından, yoxsa vampirlərin gizli dünyasından? Bilal Əliyev bizi çağırır, amma bu dəvət çox təhlükəlidir. Özünüz fikirləşin, hansı mifik qəhrəman illər keçdikcə saçları ağarmaq, tökülmək əvəzinə daha da gürlaşır, qaralaşır, üstəlik ətrafındakı hamı keçəl olmağına baxmayaraq. Uzun illər keçməsinə baxmayaraq, Bilal Əliyevin üzündə heç vaxt tüy çıxmamışdır. Bu isə onun vampir olduğunu göstərən ikinci əsasdır. Çünki vampirlərin dərisi donmuş olur. İndi isə gəlin bu şəklə diqqətlə baxaq. Görməyi görən gözlər üçün bu şəkildə böyük həqiqətlər gizlənilib. Bilal Əliyevin vampir olduğunu göstərən bu şəklə diqqətlə baxdıqda dolmanın sarımsaq qatıqsız yeyildiyini görürük. Bəs bu nəyə işarə edir? Vampirlərin ən sevmədiyi şey nədir? Sizi bu sualla baş-başa buraxıram. Başqa bir fakt, Bilal Əliyev heç vaxt gün işığı altında görən olmayıb. Bugünə qədər verdiyi bütün konsertləri gecə qaranlığında, verdiyi bütün müsahibələrin hamısını gecə qaranlığında verib. Ən dəhşətli faktı isə ən sona saxlamışıq. Bilal Əliyevin adına diqqətlə baxdıqda orada böyük bir şifrənin gizləndiyini görürük. Gəlin birlikdə baxaq. Hərflərin yerini dəyişdikcə İngilis dilində bir ifadə ortaya çıxır. Live by a little. Bəs bunun mənası nədir? Az yaşa. Nəyə görə bu insanların az yaşamağını istəyir? Nəyə görə insanların gənc yaşlarda ölməyini istəyir? Bunlar hələ də sizə bir şey demir. Bilal Əliyev, musiqi əfsanəsi, yoxsa qaranlığın hökümdarı, sarımsaqsız yaşayır, enerjimizi çəkir, dillər bilir, əsrlərdir salam gətirir. Həqiqət gözlərimizin önündədir, ancaq biz onu görmürük, çünki ofsunlanmışıq. Abunə olun, çünki növbəti videoda başqa bir sirri açacağıq. Bu arada, Baloğlan Əşrəfov qurd adamdır.